Bütün canlılar doğulur, böyüyür və ölür. Yalnız bir istisna olmaqla. Tanış olun. Turritopsis dorni. Bioloji olaraq ölümsüz meduza. Bu kiçik, dırnaq boyda olan meduza qocalanda və ya zədələnəndə nə edir? Ölmür. O, həyat dövrünü tərs çevirir. Bu, sanki kəpənəyin yenidən tırtıla çevrilməsi kimidir. Proses belə işləyir. Yetkin meduza stresə düşdükdə, məsələn, ac qaldıqda və ya xəstələndikdə bədəni əriyir, dənizin dibinə çökür və o, polip adlanan ilkin formasına qayıdır. Bu, onun körpəlik stadiyasıdır. Bu polipopdan isə yeni, genetik olaraq eyni olan, lakin tamamilə cavanlaşmış meduzalar yaranır. O, həyatı sıfırdan başlayır və bu prosesi nəzərə olaraq sonsuz sayda təkrarlaya bilər. Bu, onların məğlub edilməz olduğu anlamına gəlmir. Onları başqa balıqlar yeyə bilər və ya xəstəlikdən ölə bilərlər. Lakin onlar qocalıqdan ölmürlər. Onlar təbiətin reset düyməsini, yəni yenidən başlama düyməsini tapan yeganə canlılardır. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.